وقال رسول الله صلى الله عليه وسلم الصبر ضياء وقال أيضا الصبر عند صدمة الأولى. Möhtərəm qardaşlar, xütbəyə başlamadan əvvəl yenə xütbənin hökmünü xatırladıram. Xütbə vaxtı danışılmaz, söhbət olunmaz, başqa iş görülməz inşallah. Möhtərəm qardaşlar, oxuduğum ayətdə Allah-u Teala səbrin fəzilətindən bizə bəhs edir ki, Allah-u Teala səbr edənlərə əcirlərini qat-qat verəcəkdir. Allah-u Teala səbr edənlərin əcirlərini heç vaxt zayi etməyəcəkdir. Yəni, o kimsələr ki, aralarında səbri tövsiyə edərlər. Möhtərəm qardaşlar, yəni səbir ayələri, demək olar ki, 100-dən çox ayədə səbir və ondan törəmiş sözlərdən meydana gələn ayələrdir. Və bilməliyik ki, dinimizin əsasında səbir vardır. Həqiqətən, möhtərəm qardaşlar, yəni, insan elə bir məxluqdur ki, yəni, bəzi xüsuslara qərar verərək onun arxasından getdiyi vaxt onda adət halına gəlir. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir gün qənimət mallarını dağıdır, görürsən ki, etiraz edirlər. Deyirlər ki, İ'dil ya Muhammed, arakə ennəkə lə ta'dilul yemmə. Ey Muhammed, ədalətli ol, sən bugün səni ədalətsiz davrandığını görürük. Peyğəmbərimiz də nə buyurur? Səbir buyurur və buyurur ki, Allah Musaya mərhəmət etsin. Məndən daha çox başına bəlalar gəlmişdi, buna səbr etmişdir. Allahın Resulü Muhammed də ədalətli olmadıqdan sonra kim ədalətli ola bilər buyurur. Möhtərəm qardaşlar, səbrin kitablarımız, alimlərimiz 3 qismindən əsas bəhs edirlər. Birinci növbədə haramlara qarşı səbir. Və yaxud da biraz qeyd etdim, dünyada bizim düşmənlərimiz çoxdur. Nəfsimiz ən böyük düşməndir. İnnən nəfsə ləəmmaratun bis-su, lə uberriu nəfsi buyurur Allahın Peyğəmbəri. Kim? Yusuf əleyhissalam. Mən nəfsimi təmizə kəsmirəm. İnnən nəfsə ləəmmaratun bis-su. Heç şübhə yoxdur ki, nəfis pislikləri əmr edir. Bax, xüsusilə gənclərə, nəfsinizin əcdahı olduğu, ətrafda haramların çoxaldığı, şəhər yerlərində haram edib üstünü elə örtürsən ki, kimsənin xəbəri də olmur. Deyək ki, kənd yerlərində hər kəs görür, bilir, onu edə bilmirsən, görürsən ki, şəhərlərə axışırlar. Niyə? Haram yerlərə getmək üçün. Möhtərəm qardaşlar, yəni bu vaxtlarda nəfsinə qarşı qoya bilirsənsə, səbir göstərə bilirsənsə, yəni bir nəfsə qarşı qoymaq var və buna da səbr edərək adət halına gətirib, ibadətə önəm verirsənsə, çünki o nəfis insana gəldiyi zaman və yaxud da gözlər də harama baxdığı zaman o nəfis alışır, yanır. Yəni o haramı etmədən dura bilmir. Yəni bu zamanlarda nəfsinə qarşı gələ bilirsənsə və səbir göstərə bilirsənsə, o zaman sənin əcrin qat-qat olur. Ona görə də Peyğəmbərimiz nə buyurur? 7 qrup insanlardan birisi də budur ki, yəni harama dəvət olunduğu zaman ona getməyən, inni əxafullah, Allahdan mən qorxuram deyərəkdən bundan uzaq duran kimsələr heç bir kölgə olmadığı zaman Allahın kölgəsində kölgələnəcəkdir. Ona görə də möhtərəm qardaşlar, yəni bilin ki, hamımız üçün keçərlidir. Sadəcə gənclərdən ötürü deyildir. Başqaları da başqa yerlərdə, məsəl üçün deyək ki, qumarda deyək ki, imtihan ola bilər. Şərabda imtihan oluna bilər. Haramda imtihan ola bilər. Faizdə imtihan oluna bilər. Adam deyər ki, nədir? Filan kəsə baxar deyər ki, filan kəslər nədir? Milyardlar qazanırlar faizlərdən, onlardan, bunlardan. Biz də nə olar bir dəfə yesə eləyər deyə bilərlər. Şeytan gəlir. Şeytan hamıya gəlir. Yəni yolundan çıxardır. Yəni o, yəni məsələn, bəyəxlarım, lə uberriu nəfsi. Yusuf aleyhissalam.
İnnə nəfsə ləmmaratun bisu. Baxın, nə boyda haqsızlıqlara məruz qaldı. İftira atıldı, zindanlara atıldı. Amma bilir ki, səbrin sonu səlamətdir. Səbrin sonu salamatdır. Və nəticədə də Allah-u Teala səbr edənlərin əcrini necə də ayətdə buyurduğu kimi gözəlliklə verərik buyurur. Allah-u Teala Misirin onun başına gətirir. Misirin bütün işlərini onun əmrinə verir. Haradan haraya. Eyni zamanda atası Yaqub nə deyir? Deyirlər ki, Yusuf quyuya düşüb. Fəsabrun cəmil. O zaman mənə nə gələcək? Gözəl səbir. Başımıza möhtərəm qardaşlar, demək ki, bəlalar da gəldiyi zaman gözəl səbr etmək lazımdır. Möhtərəm qardaşlar, yəni haramlardan demək ki, birinci növbədə qaçmaq üçün nə lazımdır? Səbir lazımdır. Yəni buna səbir göstərmək lazımdır. Yəni içindən hər zaman nəfsin sənin düşmənindir. Şeytan sənin düşmənindir. Dünyanın bərbəzəyi, zuyinə linnəsi hubbu şəhvat dediyimiz şeylər, minən nisə, vəl-bəninə, vəl-qanatil muqantarati, vəl-xaylil musavvəməti, vəl-ənami, vəl-hars. Bu sayılan 6-7 qrup, nə bilim, dünyanın bərbəzəkləri. Bunlar hər zaman heytələk, haydi gəl deyəcəklərdir bizə, siz isə səbir göstərəcəksiniz. İkincisi, möhtərəm qardaşlar, ibadətlərə səbr etməkdir. Yəni, baxırsan ki, adam namaza başlayır, sonra namazı bıraxır. Niyə? Səbir göstərə bilmir. Oruca başlayır, orucu davam elətdirə bilmir. Nə bilim, zəkat verir, sonra görsən ki, zəkatı vermək buna ağır gəlir. Yəni, bunlarda da hacca getmək ağır gəlir. Demək ki, ibadətlərdə də nə göstərmək lazımdır? Səbir göstərmək lazımdır. Oruç ən böyük səbirdir, möhtərəm qardaşlar. Yəni, oruç tutduqca bizim səbrimiz açılacaqdır. Və sonuncu da, möhtərəm qardaşlar, bəlalara səbir. Vasbir, kəmə sabərə ulul azmi minər rusul. Peyğəmbərimizə buyurulur ki, necə ki, səndən əvvəl əzim sahibi, əzim də gözəl bir şeydir. Yəni, əzm etmək, əzim sahibi, ulul əzim sahibi, böyük peyğəmbərlər səbir göstərdikləri kimi. Bütün peyğəmbərlər, İbrahim peyğəmbər, Musa peyğəmbər, İsa peyğəmbər, səbir olmadan heç bir zaman müvəffəqiyyətə çatmaq mümkün deyil. Bax, Peyğəmbərimiz 13 il Məkkədə təbliğ elədi. Döydülər, söydülər, Taifdə başına nələr gəldi. Ya Rabbi, sən məndən razısansa, gerisi boşdur dedi. Səbr etdi, Allah-u Teala nə oldu? Məkkənin açarlarını ona verdi. Ona görə də səbrin başı soğandan daha acıdır, sonu isə ahlə minəl asal, baldan daha şirindir. Möhtərəm qardaşlar, yəni səbirlə əlaqəli, Peyğəmbərimizdən bəlaya səbirlə əlaqəli çox gözəl hədislər var. Nə buyurulur? Əs-sabru ində sadmətul ulə. Səbir insanın başdan ilk gəldiyi anda olur. Baxın, bizdən indi, məsəl üçün, əsasən bəlalara çox, zövcəsi xəstə olan var, ağır əməliyyata girən var, cürbəcür xəstəliklərdən hamı dua istəyir. Bilin ki, eyni zamanda Peyğəmbərimiz bizə müjdə verir ki, müminin başına gələn bəlalardır, sıxıntılardır. Ancaq onun nədir? Günahlarına kəffar olur. Günahlarını silər və onun dərəcəsini yüksəldər. Bir gün Peyğəmbərimiz Bəqiyyə qəbirstanlığının yanından keçir. Bir də görür ki, bir qadın orada övladının qəbri başında, yəni dil deyib ağlayır. Gəlir deyir ki, İsbiri əyyətuhəl mərrəə. Ey qadın, səbr et. O da deyir ki, yəni mənim evladım xəstələnir, evladım da ölən nədir? Peyğəmbərimiz yenə səbir deyir. Yenə qadın başlayır şikayət etməyə. Peyğəmbərimiz üçüncü dəfə deyir ki, İsbiri əyyətuhəl mərrətu. O da nə deyir? Get başımdan, mənim başıma gələnlər sənin başına gəlməmişdir. Peyğəmbərimiz oradan keçib gedir. Orada olan sahabilər görür bu vəziyyəti və gəlib qadına deyir ki, sən nə etdin? Bu Allahın Rasuludur. Bu vəhiy alır. Bunun söylədiyi özündən deyildir. وَمَا يَنْتِقُ عَنِ الْحَوَا اِنْ هُوَ وَحْيٌ اِلَّا يُوحَى. O qadın həmən arxasından qaçır, Peyğəmbərimizə yalvarmağa başlayır ki, əff etsin, bağışlasın, onun Peyğəmbər olduğunu bilmədiyini söyləyir. Və Peyğəmbərimiz nə deyir? Əs-sabru
ində sadmətul ula. Səbir insanın başına ilk gələn anda göstərdiyidir, möhtərəm qardaşlar. Ona görə də hamımız bu dünya evində isə bir gün özümüzün ağır xəstə olduğumuzu, bir gün evladımızdan imtihan olunduğumuzu وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ. Malınızdan, canınızdan, vəzifənizdən, övladınızdan, zövcənizdən, həyatınızdan imtihan olacaqsınız. Nə səbr edənləri müjdələyin. Nə deyəcəksiniz? İnnə lillah və innə ileyhi raciun. Möhtərəm qardaşlar, Eyyub Peyğəmbər nə deyir? Başıma gələnləri, ya Rabbi, sənə söyləyirəm. Əntə ərhamur rahimin. Sən mərhəmətlilərin ən mərhəmətlisən. Biz də elə deməliyik. Baxın, orada irham ni demir. Mənə mərhəmət et demir. Bu da ədəbdəndir. Mərhəmətlilərin ən mərhəmətlisən. Möhtərəm qardaşlar, Allah dərd də verir, dərman da verir. Görürsən ki, o dərd vaxtında Allah-u Teala onun qəlbinə elə iman verir, elə dualar verir, elə özünə yaxınlıq verir ki, başqa zamanlarda vermədiyi qədər. Ona görə də Eyyub Peyğəmbər sağaldıqdan sonra xəstəliyini arzulamağa başlayır. Niyə? O vaxtı daha çox başına bəlalar gəlir. Ölkədən çıxardırlar ki, bu xəstə qalmasın burada. Möhtərəm qardaşlar, ona görə də hər zaman səbrə yaxınlaşmaq lazımdır. Səbir sonu şirin olan bir meyvədir. Allah hamımızdan razı olsun. Möhtərəm qardaşlar, ələ innəhsənəl kələm və